Salam. Açılımımız olacaq. Yalan danışırmı? Sırf sevgi münasibətlərinə götürməyin bunu. Aranızda hər hansı bir yalan varmı? Dost ola bilər, iş yoldaşı ola bilər, tanış ola bilər, ailədən kimsə və yaxud da elə xəyanət də ola bilər, sevgi münasibət də ola bilər. Bunu açılım edəcəm. O mənə yalan danışırmı? Nəsə bir yalan, gizlilik varmı aramızda? 4 variant. Birinci variant. 2 3 ve 4. variant. Yalanı var mı? Xəyanəti var mı? Nə iləsə bağlı yalan danışır mı? Buyurun seçin. Birinci variantla başlayaq. Kimin üçün vaxt kifayət eləmirsə, saxlayın videonu ilə seçin. Birinci variantla biz başlayırıq. Yalan var mı? Nə yalan danışır mı? Hər hansı bir yalanı var mı onun? Yalan danışır mı? Əlbəttə var. Bilirsiniz necə özdəki periodiski təkrarlayan yalandır. O ya özünü çox güclü göstərməyə çalışır, ya vəziyyətdə elə bir şey yaranır ki, elə bir yalanın üstün başqa yalanla bağlayır. Bir yalanın üstün digər yalanla bağlayır. Periodikdir, yəni bir dənə yalan deyil. Yalan çoxdur burada. Həddindən artıq çoxdur. Bilirsiniz, yetkin xarakterli insan deyil bu. Xarakter olaraq yetkin insan deyil. Bilirsiniz, əgər bu variantı seçənlər ki, sənəsə söz veribsə, iş ola bilər, pul ola bilər, nəsə vəd ola bilər birlikdə işləyirsiniz. Bilirsiniz necə, o sizə yalanlar danışır, bəli, ki, belə oldu, elə oldu, mən belə elədim, heç nə eləmir o. O tüsü, heç bir şey eləmir və eləyə də bilməz. Elə bir vəziyyətdir ki, onun əlində deyil, sadəcə ola bilsin ki, o sənələrsə söz verib eləyəcəm deyə, amma bu variantı kim seçibsə çox ehtiyatlı olun. İnsan özdə yalanlar danışır və çıxılmaz vəziyyətdədir və bir yalanın üstün başqa yalanlardan öldürür. Keçir ikinci varianta. O yalan danışır mı? Yalan danışır mı? Doğru. Yalan danışırsınız ya. Bilirsiniz, yalan artıq olub və siz bilirsiniz də bunu, onsuz da bilirsiniz ki, yalan olub artıq həvə. Bəs indi necə? Yalan danışır mı? Bilirsiniz necə? Yalan var burada bəli. Onun nəsə yalanlarının üstü açılıbdır. O indi geri qalanları sir kimi saxlamaq çalışır. Çalışır ki, o birilərinin üstü açılmasın, heç olmasa. Və ona görə qaçır bu söhbətlərdən. Nəsə ya sakit durur, heç bir cavab vermir, heç nə eləmir. Ya da prosta bilirsiniz necə? Siz nəsə eləyəndə o qaçmağa çalışır. Nəsə soruşanda, nəsə bilməyə çalışanda o qaçmaq çalışır. Burada yalan var bəli. İkinci variant seçənlər dur, ehtiyatlı olsunlar. Onun nəsə yalanın üstü açılır, geri qalanlar açılmasın deyə qaçmağa çalışır. Üçüncü variant. Yalan var mı? Yalan danışır mı? Yalan danışır mı? O yalan danışır mı? Yox, bilirsiniz, burada yalan demək olmaz. Sadəcə o hər şeyi sizə danışmır. Yalan deyil bu, sadəcə demir də, doğrunu da demir, amma yalanlarını da danışmır. Elə bir ki, özünə saxlayır o. Sizə hər şey olduğu kimi danışmır o.
Amma yalan demək olmaz da buna. Ki sizə yalan danışır. Yox. Sadəcə məsəl üçün bir var ki, hər şey olduğu kimi danışırsan, bir də var ki, bir hissəsini saxlayasan özündə. Lazım olan qədərini danışırsan, hamısını yox. Bu qədər. 4-cü varianta keçirik. O yalan danışırmı? Yalan danışırmı? Yox, burada yalandan söhbət getmir. Qətiyyən açıqdır, təmizdir, doğrudur, dürüsttür sizə qarşı. Burada heç bir yalandan söhbət getmir. Təşəkkür edirəm izlədiyinizə görə. Hər kəs fikirlərini yazsın ki, hansı mövzular maraqlıdır. O mövzuda açılımlar eləyək. Çox sağ olun izlədiyinizə görə, sağ olun.